Sən nə bez pantovsan, hə? Görürsən ki, üzbözə dükan var da, eynisini gəlib burada niyə açmısan? Hə, birincisi yekə oğlansan, mərifətin qanacağın olsun. Bir gəlirsən, bir salam ver, bir xeyir dua ver. İkincisi də ki, səndən icazə alacağım, hardan açıram. Sənin dükkanın burada deyə mən dükkan açmamalıyam. Onsuz da işləməyəcək bura. Bunu sən deyirsən, Hə. niyə işləmir ki? Kim deyir səndən nəsə alan? Kişilərin çayxanası var. Aha. Arvad uşağın da burada nə işi var? Sən, Ağıllı ol. Kəndə təzadət gətirmə. ha, sən elə demə, sən denən ki, mən qorxuram ki, sən burada dükkan açırsan, mənim bazarım ölər, gəlib məndən alver eləyən olmaz. Belə denən deyim, hə, kişisən, cahil kimi söhbət edirsən, yoxsa gəlib mənə burada nə nağıl danışsan, get işinlə məşğul ol, vaxtımı alın mənim. Dua elə ki, keyfsiz vaxtına düşmüsən də. Yoxsa sənə bir dənə qoyardım, dabanına qədər çat verərdim. Yox, çempion. Ha, səndən görüşəcəyik. Narahat eləmə, işinlə məşğul ol. Görüşəcəyik. Darıxma.